hörmətli izləyicilərimiz, bu günləri sizə Afpark kompleksindən ümumi sayısı 62 kvadrat olan əla təmirli 3 otağa düzəlmə mənzil təqdim etməyə gəlmişik. Mənzil çox səliqəli, qəşəng, zövqlə təmir olunmuş mənzildir. Aboyların rəngi hələ sizə deyim, proyekti hamının sevdiği bir proyektdən olacaq. İnanmıram ki, kimsə aşağısında nəsə bir pis şərh yazsın. Çünki ev yiyəsi ideal bir proyekt verib. Qonaq otağını görürsünüz. Qonaq otağından balkona keçid var. Geniş qəşəng balkonu var. 18 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Bina yeni binadır. Lift işlək vəziyyətdədir. Təzə qonşular köçməyə başlayıb binaya. Sizə göstərirəm valideyn yataq otağına. Qəşəng böyük ölçüdədir. Qonaq otağının özü də çox böyük ölçüdə idi. Sizə bayaq göstərdiyim otaq. Qəşəng proyekti də var. İndi gələcəm sizə niyə qəşəngli proyekti. Gəlin giriş qapısını göstərim. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə belə böyük bir dəhliz bizi qarşılayır. Ev yiyəsi burada proyektdə şkaf üçün də yer nəzərdə tutub. Hər bir xırdalığını ev yiyəsi gedib ki, yaşayan sonra ona dua etsin. Görürsünüz mətbəxi. Deməli, giriş mətbəxə, qapısı yerində. Və iki binanın birləşməsi olduğuna görə belə fortuçka var. Oradan da qəşəng havalandırma sistemi var. Yəni bu da böyük bir plusdur. Gəlin hamam otağını göstərim. Bütün aksesuarları ev yiyəsi yığdırıb. Hətta duş kabinə qədər, moydadıra qədər, suşulkası hamısı var. Rəngləri də çox maraqlı rənglər seçib. Gəlin sizə ikinci yataq otağını göstərim. Kiçik yataq otağı da uşaq üçündür. Belə bir proyekt nəzərdə tutulub. İstəsəz kiçik uşaq kimi istifadə edə bilərsiniz. Yataq otağı istəsəz 2 otaqlı kimi, kladovka da kimi istifadə edə bilərsiniz. Artıq əşyaları yığıb 3 otaq kimi istifadə edə bilərsiniz. Ev çox ideal bir proyektdədir. Mənim çox xoşuma gəldi. Gəlib baxa bilərsiniz. Qiyməti də çox mükəmməldir. 83.500 manat ev yiyəsi qiymət təyin edilib və real alıcıya endirim edəcəyim. Mərtəbəsi də dediyim kimi orta mərtəbədir. 18-in 16-sıdır. Sənədimiz rəsmi şəkildə Afparkın özündə alqı-satqı olur. Rəsmi şirkət müqaviləsidir. Heç bir problem olmayan bir şirkətdir. Gəlin baxın. Satışda mənzil çox qalmayacaq. Çünki eyni proyektdə mənzillər, hətta bundan da proyekti zəif olanlar 94-95 min manatla satışa çıxır. Tələsin, bugünə bu qədər, sağ olun.